Herkese salam. Məncə videonun adından artıq bilirsiniz ki, bu nə vloqu olacaq. Əgər buna vloq demək olarsa, ona görə heç nə demirəm, sadəcə başlayaq. Deməli, siz bilirsiniz ki, mən bunu açaram. Açmışam, amma içindən cəmi bir məhsulu yoxlamışam. O da ki, Reels paylaşmışam, maqnit kirpiklərdir, amma digər məhsullara əl dəyməmişəm. Elə ilk öncə də istəyərdim ki, əgər kirpikdən başladıqsa, elə bağlamanın içindən belə 3 ədəd kirpik çıxdı. Əslində ən çox istədiyim, yəni bunu yoxlamaq istəyirdim, bu kirpiklərdir. İndi video paylaşacağam, görəcəksiniz. Deyirlər ki, kimdəsə 1 ay, kimdəsə 5 gün, kimdəsə 10 gün qalır. Amma Klee deyirlər keyfiyyətlidir. Kirpiklərin özləri də sanki qaynaq kirpikləridir. Yəni evdə özünüzə kirpik qaynağı edə bilərsiniz. Məncə elədirsə, yəni kirpik qaynağı etməkdənsə bunu hamı gözlərinə qəşəngcə yapışdırır. Bunlar da elə həmən o kirpiklərdəndir. Sadəcə olaraq biri izgib kimidir. Biri də sırf belə bu 3D kirpik qaynaqları olur, elədir. Onu mən aldım yoxlamaq üçün bunları və ümumiyyətlə maraqlıdır da. Yəni həqiqətənmi bu belə kirpik qaynağı kimi. Bir də məndən siz link istəyirsiniz. Mən linkları yalnız Instagramda paylaşıram. Mənə Instagramda şəxsidə də yaza bilərsiniz. Mən sizə rəfiqənizəm, yəni yazın mənə və mən sizin linkini yalnız sizə bu şəkildə göndərə bilərəm. Aha. Deməli, bu kirpiklər neçəyədir? Mən alanda baha almışdım, 10 manata almışdım. Amma burada hal-hazırda baxın, 4 manat 47 qəpik idi. Amma belə deyildi. Endirimə düşüb. Mən alanda həqiqətən də daha çox baha almışdım. Faydalanın qızlar. Sadəcə yazın ki, nabor kirpiklər. Rus dilində də nabor resnic. Elə ən məşhuru budur. Ona görə də bundan başlamaq istəyirəm. Heç açmamışam, yoxlamamışam. Sırf bu video üçün saxlamışdım bu kirpikləri. Gəlin elə birinci yoxlayaq bunları. Məncə sizə də maraqlıdır. Kim amma eləyibsə, alıbsa, biraz qabağı çəksin videonu, digər veşləri göstərim. Aha, deməli, bunun içindən nə çıxdı? Nəyi necə eləmək lazımdır? Birinci kley. Uyda, nə qədər sevmirəm mən instruksiyaları. Deməli, kley, primer, pinset. Bu pinsetlər çox narahatdır və şotka. Üstündə bu qız olanı alın. Bu qız qəşəng qızdır. Buna baxın. Çox ipəkdilər. Həqiqətən də kirpik qaynağı kimidir. Çox ipək kimidir. Yəni belə plastmas kimi belə deyirlər. Bir də burada ən qısa kirpiklərdən ən belə uzun, yəni qıraqlara qoya biləcəyiniz kirpiklər var. Mən də zaten kirpikləri xoşum gəlir qırağa eləməyə. Yəni bu mənə çox gedəcək. Elə bil götürəcəm, ancaq qıraqlara yapışdıracağam. Yəni bütöv kirpikləri buradan başlayan belə sevmirəm. Düzdür, zövqlər fərqlidir, amma mən sevmirəm. Əvvəllər sevirdim, indi sevmirəm. Deməli 30-dur, 50-dir, individual, və 40-dır. Və burada baxın, uzunluqları, nömrələr var, rəqəmlər. Məsələn, 9 ən qısasıdır. Orada hətta daha natural var idi. Mən hələn biraz bilirsiniz, belə full görünəni almışam. Hətta burada belə göstərilir nə eləmək lazımdır və bu kirpiklərin özəllikləri nədir? Birincisi çox qalır, ikincisi asandır, güya deyilənə görə və altdan yapışdırırsınız, üstdən yox. Yəni elədiyimiz kimi yox, altdan lazımdır eləmək. Bunu saxlayım, sonra mənim yoxsa indi. Gəlin elə indi deyiləyək. Kameranı biraz yaxınlaşdırım. Yəni yaxınlaşdırdım sizin üçün ki, görəsiniz. Aha, Bond Cell. Güya mən başa düşdüm bu nə deməkdir. Aha, bu kleydir. Niyə məndə kley qara rəngdədir? Bu da primerdir, sonraki daha çox qalsın.
kirpiklərdən. Ümumiyyətlə birinci mən nə edəcəm, heç bilmirəm. Baxaq da, baxaq. Eləyə baxaq görək nə edirik. Bu pinsetlə mənə rahat olmayacaq. Ona görə öz pinsetimi götürüm, gəlirəm. Gəldim. İlk öncə nə etmək lazımdır? Lazımdır kirpikləri altdan maskara kimi yox, sadəcə kleyi otuzdurmaq bu alt hissəyə. Belə. Kirpiyin dibi bizə lazımdır ən çox, çünki kirpik ora. Yəni tuş kimi bütün kirpiklərə eləmək düzgün deyil. Çünki mən nə qədər videoya baxdım, araşdırdım. Və mən bu hissə eləməyəcəm deyə heç ora heç nə eləmirəm. Yalnız bu hissə eləyirəm. Sizə deyim ki, kley hiss olunur. Aha. Görəsən gözüm allergiya falan olmaz ki. Aha. Elədim. İndi kley hələm qurumuyub. Kirpikləri seçirəm. 30-dur, 40-dır. 9-u götürdüm, ən balacanı. Hop, 30 durdum. Belə eləyən kimi baxın, özü yapışdı. Çox yapışqandır kley. Biraz məncə tez eləmək lazımdır. Çətin deyil, sadəcə örgəşmək. O, yapışdı. İndi götürürəm 11-i. Aha. Bunu gözü belə skoçluyurlar, eləyirlər. Mən amma nəsə eləmədim. Belə uzundur. Altdan qəşəng. O, kley necə yapışıb. Buna baxın. Kley dəhşətdir, dəhşət. Wow. Kley həqiqətən çox güclü kleydir. Belə alındı. İndi də götürürəm primerı. Çox lazım deyil. Biraz götürsəniz kifayətdir və ki kley qurusun. Trend yol. Belə sizə deyim ki, mən belə olmağını gözləmirdim. Necədir? Yəni, bu gözə baxın və bu gözə baxın. Sadəcə mən kirpi ustası deyiləm və bilmirəm necə düzgün lazımdır yığmaq. Bilirəm ki, bu hissələrdən lazımdır qısadan başlamaq, uzuna getmək. Çünki mən elə sevirəm və kirpi qaynağı da eləyəndə usta mənə elə eləyirdi. Ən sonda mən həmişə 13-14 qoyurdum. Bəyəndim. Məncə olar belə eləmək və 2-3 günlük. Əslində elə hiss edirəm ki, 2-3 gün qalar. Amma ondan çox gözləmirəm. Çıxartmayacağım bu kirpikləri. Nə qədər qalır qalsın. Yoxlayacağım. Hər iki kirpiklərimlə hazırdır. Ola bilər ki, biraz düzgün eləməmişəm, amma həqiqətən də çox qəşəngdir. Hətta bu fırça ilə də sonda daradım və heç bir kirpik çıxmır. Gözü narahat eləmir. Həqiqətən də gözü kirpik qaynağı eləyəndə belə bir hisslərdir. Altdan gözün içinə girmir, gözüm sulanmır. Mən belə gözləmirdim. Adi kirpiklərlə onu eləsəniz, o alt hissəsi daha qalın olur. O incilər məncə gözə girər, çünki prob eləmişəm. Amma bu kirpiklərə mən 5 qoydum. Çox qəşəngdir həqiqətən. Keçək digər məhsullara.
Makyaj fırçaları. Bu makyaj fırçalarını çox təriflədilər mənə. Rəfiqəm mənə təriflədi. Mən də dedim ki, mən də alıram. Dedi, Real Texnik. Niyə alırsan? Bu onun alternatividir və sizə deyim ki, belə ümumi götürsək, Temudan daha da betər, daha pis fırça sifariş eləmişəm. Amma bu fırçalar pis deyil. Sadəcə olaraq, məsələn, bunu mən göz üçün, bu hissələr üçün istifadə edirəm. Amma üz üçün bu biraz keyfiyyətsizdir, bilirsiniz. Yəni, bilirsiniz necədir? Bahalı fırça olanda, qəşəng fırça olanda, onunla 1 manatlıqda ənliyi üzə tətbiq eləsəniz, o üzdə çox gözəl görünəcək. Amma ucuz fırça olanda və bahalı, məsələn, məhsulla götürsəniz, üzə tətbiq eləsəniz, o töküləcək, o toz halına gələcək və o da üzdə yaxşı olmayacaq. Yəni, çox şey əslində məhsuldan da deyil, fırçadandır ki, siz onu nə ilə tətbiq edirsiniz və tükləri tökülür. Yəni, çox belə vız-vız qalır tükləri. Bayaq üstümə töküldü nə qədər, indi açan kimi. Bir də ki, mən burada görürəm ki, bir fırçadan 2 dənədir. Eyni fırça deyil, eynidir. Niyə? Niyə 2 dənə eyni fırça? Neyəcəm mən bunları? Amma ümumi götürsək, qəşəngdir. Yəni, yeni makyaja öyrənirsinizsə, pis deyil. Çünki baxın, nazik fırçalar deyil, qalındılar. Ona görə götürə bilərsiniz. Digər məhsullara. Bunları mən çoxdan da istəyirdim sifariş eləməyə. Amma heç əlim gəlmirdi. Düşünürdüm ki, bəlkə keyfiyyətsizdir. Bunu mən yalnız su edib yoxlaya bilərəm, nəmləndirib. Amma yumuşaqdır. Qara rəngdədir. Məncə qara rəng daha belə gözəl görünür. Nəinki qırmızı rəng, sarı rəng, sponj belə. Qara daha belə elitli görünür. Burada səhv eləmirəmsə 10 dənə olmalıdır. Çox qəşəngdilər. Digər məhsul. Bu şotkalardır. Qaşlarımı sabitləyəndə, saçlarımın bu hissələrini sabitləyəndə, ümumiyyətlə rezinkadır. Bu şotkalardır. Ən çox itirilən məhsullardır məncə. Sumkama qoyuram, baxıram, yoxa çıxıb. Evdə belə yoxa çıxır bunlar. Ümumiyyətlə, bilmirəm, bu rezinkalar hara yoxa çıxır. Heç mən saçımı yığmıram evdə. Bilmirəm. Amma bu şotkalar çox ucuzuydu. Səhv eləmirəmsə, burada 50 dənədir. 50 dənəsi 1 manata düşdü. Bizdə isə mağazada bir ədədi 20 qəpik idi. Bunlardan, eynən bunlardan. Bu məhsulu Reels'da görmüşsünüz. Əgər baxmısınızsa, Reels, Shorts və TikTok'da da paylaşmışdım. Bu maqnit kirpiklərdir. Bunları mən artıq taxmışam. Videoda keçib baxa bilərsiniz. Belə qabdadır. Hansı ki, çox çətin açılır. Bunun da qiyməti sizə deyim ki, ucuz deyildi. Bunu artıq mən taxmışam, istifadə eləmişəm. Desəz ki, alaq, deyərəm ki, bu kirpikləri istifadə eləməmişdim. Bunu alın, bunları. Yəni, bunun yanında bu yox. Bu qəşəngdir. Hələm digərlərində ürəyim partları yoxlamaq istəyirəm. Amma bunun nəyini bəyəndim? Əgər sizin ümumiyyətlə kirpikləriniz yaxşıdırsa, əlavə biraz obyon vermək istəyirsinizsə, taxa bilərsiniz. Amma mən sırf taxa bilmədim. Bir də balaca göz xanımsızsa, sizə çox uyğun olacaq. Mənim gözlərim, baxın, uzundur deyə. Bu çox balacadır bu kirpik. Yəni, mən bunu hətta kəsəcəm, 2 yerə böləcəm, yalnız uclarıma elə istifadə eləyəcəm. Yəni, bir dəfə video çəkmişəm və istifadə etməyə fikrim varmı? Yox. Amma nəsə olar. Məncə çəkmək bunlardan. Pis deyil. Yaxşıdır. Bu vlog artıq sona çatır. Yenə də təkrarlamaq istəyirəm ki, bu kirpikləri çox bəyəndim. Qaldı bu kirpiklər. Gələn videoda əgər sizə maraqlıdırsa, bu kirpikləri də yoxlayacağam. Çünki mənim özümə də dəhşət maraqlıdır. Yoxsa shorts çəkim necə sizə maraqlı olar? Rəyləri də bildirin.